Nə yaxşı olar ki, da ata görürsən evində həyat yoldaşın ibadət edir, övladların namaz qılır. Nə olar ki, bir addım atasan, heç Allaha xatir atma deyən. O şərabı elə dinən ki, yaxşıdır, ailən belə əziyyət çəkir. Övladın belə əziyyət çəkir. Mələ buna görə sonda əcrüm var, narahat olma, hədis oxumuşam. Sonra da get-gedə həyatı Allahı ilahiləşdirərsən, qəşəngləşdirərsən. Hələ bu görsən övladın əziyyət çəkir də, lazımdır o belə deyək də, o içki dəysin sənin dilinə. Olmasa nə olacaq, aləm dağılacaq. Hə? Sən övladın görə nə qədər gərgindir. Sən qız övladın görə nə qədər narahat. Sən həyat yoldaşın görə nə qədər əziyyət çəkir. Dünən ailəmə görə atdım. Hələ belə at. Bunun əcr mükafatı var, hədisdir. Allah sənə əcr mükafat verəcək. Yoxla. Bismillah. Allah sənin əlindən tutar. Başqa səbəblər də saymaq olar.